Bismillahirrahmanirrahim. Əziz və hörmətli media nümayəndələri, bizim bugün bura toplaşmamızın bir səbəbi var. Səbəbi də odur ki, biz bir yeni fond təsis eləmişik, onu istəyirik ki, ictimaiyyətə təqdim eləyək. Bir xeyirli, gözəl addım üçün Məscidlər fondudur. Bu ondan ötər təsis olunub ki, ölkədə olan müsəlmanların ehtiyacı olan məscidlərin təmin olunması, qarşılanması, tikilməsi, təmir və bərpası ilə əlaqədardır. Uzun illərdir bu sahədə boşluq var. Araşdırmalarımız göstərdi ki, müsəlmanlar yaşayan kəndlərimizdə, məntəqələrdə məscidlərə ehtiyacı var. Və bu tələblər əsasında bu boşluğu doldurmaq üçün yeni bir fond təsis olundu. Bu fond da ondan ötərdi ki, ancaq məscidləri tikmə, təmir, bərpası üçündür və bunun da Allahın izni ilə öz xalqımızdan, vətəndaşlarımızın öz iyanələri hesabına addımlar atılacaq. Bu neçə illər müsəlmanların tələbləridir. Din adamları həmişə deyirdi, bir dənə dünyada da bu təcrübə var. Vəqflər təcrübəsi müsəlman aləmində, İslam dünyasında vəqf deyirlər buna. O şey ki, vəqf olundu, ona toxunmaq olmaz, onu götürmək olmaz, mənimsəmək olmaz. Bu məscidlər vəqfi, dünyəvi terminlə fondu, İslami kəlmə ilə vəqfi, bunun missiyası müsəlmanlara xidmət olmalıdır və bu tələb əsasında da addımlar atılacaq. Bu necə fəaliyyət göstərməlidir? Bunun fəaliyyəti, bunun dini şurası və rəhbərliyi komissiyası olacaq. İnsanların ehtiyacı, tələbi əsasında məntəqələr, regionlar araşdırılacaq. Onun əsasında orada məscid yoxdursa da məscidləşdirəcək. Çünki həqiqətən də bu çətinliklərlə biz üz-üzə qalırıq, üzləşirik, tələblər var, tələblər olur və bunu da yaratmaqda kiməsə qarşı yox, bütün ixtilaflı, müxtəlif fikirli adamları cəm eləmək üçün Allahın buyurduğu ibadət evinin bərpa təmiri üçün addımlar atmağa yönəlibdir və burada hər kəsə açıqdır. Hamı təsisçiliyə qoşula da bilər, üzvlüyə də qoşula bilər, öz könüllü iyanələrini də bura edə bilərlər. Ona görə də dedim ki, bunu ictimaiyyətin xəbəri olsun, rəsmi sənədimiz də budur. Adı da gedir Məscidlər Fondu və mötərizədə vəqfidir. Qeydiyyatdan keçib rəsmi sənəddir və bunun əsasında Allahın da köməkliyi ilə addımlar atılacaq və tamam yekunlaşmı ölkə üzrə tamam məntəqələr də araşdırılacaq. Tam nəticədən sonra bütün məntəqələrdə əlimizdən gəldikcə məscidlərin təmiri, tikintisi, düzəlişməsi üçün addımlar atacaq. Bu bizim ölkə üçün çox zəruridir. Biz necə deyərlər, müddətdir bu məsələlərin üstünə düşmüşük, araşdırırıq. Və bu sahədə olan boşluqları gördüyümüz üçün və müsəlman din xadimlərində tələb əsasında bunu qurduq ki, xidmət eləyək. Bizim ölkədə də çox millətli, çox dinli ölkə olduğu üçün neçə əsrlərdir bir yerdə yaşayırıq, bir-birinə qarşılıq hörmət olaraq, heç kimin dini ibadət məkanına alçatmadan, təhqir etmədən, ehtiram əsasında yaşamışıq. Bu ənənə də ümidim Allaha da davam olmalıdır və davam edilməlidir və müsəlmanlar da öz ibadət məkanlarında rahat ibadətlərini edə bilsinlər. Ona görə də bunu yaratdıq ki, xidmət eləyə bilək, o boşluğu aradan qaldıraq. Məzhəbindən asılı olmayaraq bu hər kəsə açıqdır və könüllü olaraq hər kəs də burada öz iyanəsini edə bilər. Onun əsasında bunu necə deyərlər, bizim bu gözəl addımımızı dəstəkləyəcək, alqışlayacaq bir Quran-ı Kərimdən bir neçə ayə də istəyirəm müsəlmanların xidmətinə çatdıraq. Əuzubillahimineşşeytanirracim. İnnəmə yəmurul məsacidillahi mən amənə billah və yevmil axiri və əqaməs salata və atəz zəkatə və ləm yaxşə illəllah. Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqasından qorxmayan kəslər abadlaşdırar. Və ennəl məsacidə lillah fəla təd'u mə'allahil əhədən.
şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Elə isə Allahla yanaşı heç kəsə ibadət etməyin. Fi buyuti azinallahu an turfa və yuzkara fiha ismuhu. Allahın ucaldılmasına və içərisində öz adını zikr edilməsinə izin verdiyi evlər vardır. Peyğəmbər əleyhissalam buyurur: "Mən bəna məsacidən lillahi bənallahu ləhu beytən fil cənnəti." Hər kəs Allah rizası üçün bir məscid tikərsə, Allah onun üçün cənnətdə bir ev tikər. İmam Əli əleyhissalam buyurur: "Əl-məsacidul buyutullah fil arzi." Məscidlər yer üzündə Allah evləridir. "Uhubbul biladi ilallah məsaciduha." Allah yanında məkanların ən sevilmiş məscidlərdir. Bunda Peyğəmbər əleyhissalam buyurur. Bu gözəl ayə və hədislər də bizə təşviq eləyir ki, bu gözəl işdə, bu gözəl addımda Allah adına olan məscidlərə köməkliyimizi əsirgəməyək, yardım eləyək və bu işdə əl-ələ verəyin, öz xidmətlərimizi göstərəyin ki, bu problemlər aradan qalxsın. Bu da vurğuladığımız kimi hesab açılacaq və xalqdan pul toplanacaq və öz yardımları, iyanələri və xeyir sevər insanların da yardımları ilə bu işə yardım edəcək. Təşəkkür edirəm. Sağ olun. Bir sualım var. Buyurun. Bilirik ki, ölkədə tikilən məscidlərə süni maneələr yaradılır. Buna münasibətlə necə olacaqdır və bu yaratdığınız fond bununla necə mübarizə aparacaq? Bəli, o kimi hadisələr var. Bəzi məscidlərə süni cərmələr və problemlər olur. Biz qanuni hüquqi yollarla bu məsələlərin də aradan qaldırılmasına addımlar atacaq. Amma onu deyək ki, keşkə olmuyor. Yəni qanunla heç bir qadağa yoxdur, süni əngəllərdir və bunun aradan qalxmasına da iradə lazımdır. Biz ümid edirik ki, müəyyən qüvvələr ki, nifaq, toxumu səpirlər, arada problemlər yaradırlar. Onlar da bu işlərdən əl çəkərlər, müsəlman və qeyri-müsəlman arasında dini zəmində problemlər yaradılmaz. Bizim də əlimizdən gələn bu olacaq ki, bu məsələlərin aradan qaldırılmasına hüquqi və mənəvi olaraq addımlar atıq üstlərinə gedək bu formada.